Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün dərsimiz mövzu izahıdır. Həndəsənin əsas anlayışları, həndəsənin ilk dərsi olan həndəsənin əsas anlayışları. İstəyirəm izahı belə onlayn video çəkim ki, həm keçənlərə təkrar olsun, keçməyənlər də bilsinlər. Uşaqlar, həndəsənin əsas anlayışlarında bir çox şeylər var ki, biz bilirik, yəni bizim bildiyimiz şeylərdir. Məsələn, nöqtə. Nöqtə tərifi yoxdur. İlkin anlayış olduğuna görə bir tərifi yoxdur. Yəni, adi bildiyimiz nöqtədir. Və yaxud da düz xət. Sonsuz nöqtələr çoxluğunun ardıcıl düzlüşünə deyilir düz xət. O da ilk tərifi, ilk anlayış hesab olduğuna görə, yəni tərifi yoxdur. Biz bilirik ki, düz xəttdə aid olan və aid olmayan nöqtələr var. Məsəl üçün, düz xət çəkirəm. Məsəl üçün, bir dənə A nöqtəsi yazıram burada. Bu da bir dənə B düz xəttidir. Bu A nöqtəsi düz xəttə aid deyil. Niyə görə aid deyil? Çünki kənardadır. Burada bir dənə M çəkirəm. M də aid deyil. Burada bir dənə P çəkirəm. P də aid deyil. Amma baxın, üzərində çəkdiyim bu K, L və yaxud da D hər üçü düz xəttə aiddir. Niyə görə? Çünki düz xəttin üzərindədir. Demək, düz xəttə aid olmaq üçün nöqtə həmin düz xəttin üzərində olmalıdır. Bu belə. Bir də düz xətti üçün orta nöqtə anlayışı var. Orta nöqtə anlayışı nədir? Uşaqlar, düz xətt əvvəlcə düz xətt birliyi nədir? Demək, nöqtələrin, sonsuz sayda nöqtələrin ardıcıl düzlüşünə düz xətt deyilir. Düz xətt ya kiçik hərflə işarə olunur, ya da iki böyük hərflə işarə olunur. A, B. Ya A düz xəttdir, ya da AB düz xəttdir. Sonsuzdur. Hər iki tərəfdən sonsuzdur düz xətt. Soldan da uzatmaq olar, sağdan da uzatmaq olar. Sonsuzdur. Yəni, məhdudiyyəti yoxdur düz xəttin. Amma biz bilirik ki, bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Bir nöqtə götürək, bax, bir nöqtə O nöqtəsi. O nöqtəsində görürsünüz, sonsuz sayda düz xətt keçirmək olar. Sonsuz sayda düz xətt keçirmək olar. Uşaqlar, amma verilmiş iki nöqtədən yalnız və yalnız bir dənə düz xətt keçirmək olar. Çünki o iki nöqtəyə aid yalnız və yalnız bir düz xətt var. Başqa ikinci bir düz xətt olmur. Yəni, bax, iki nöqtə, bir dənə nöqtə burada götürürəm A, bir dənə nöqtə burada götürürəm B. Yəni, bu yalnız və yalnız AB düz xətt olacaq. Başqa heç bir düz xətt olmayacaq. Demək, düz xəttlər ya kəsişir, ya da paraleldir. Yəni, kəsişmir. Paralel olmaq nə demək? Yəni, elə kəsişməmək demək. Məsəl üçün, iki dənə düz xətt götürək. A düz xəttdə bu olsun, B düz xəttdə bu olsun. Görürsünüz, kəsişmir. Kəsişmədiyinə görə də A düz xətti B düz xəttinə paraleldir. Paralellik işarəsi belə yazılır. Bir də var, düz xəttlər kəsişir. Düz xəttlər kəsişməsi, baxın, A düz xətti B düz xətti ilə kəsişdi. Orada müəyyən qarşılıqlı qonşu bucaqlar yaranır. O barədə qabaqda danışacağım. Hələ ki, istəmirəm o barədə çox da şey edib sizi yoram. İndi düz xəttin kəsişib-kəsişməməyin bildir. Necə olur bildir? Şua barəsində mənim var. Şua nədir? Demək, düz xətt dedik ki, hər iki tərəfdən sonsuzdur. Amma şua bir tərəfdən məhduddur. Bir tərəfdən məhdud, digər tərəfdən sonsuz düz xətt hissəsinə yarım düz xətt və yaxud da şua deyilir. Uşaqlar, yarım düz xətt, şua eyni şeydir. Yarım düz xətt. Yarım düz xətt anlayışı ilə şua anlayışı bərabərdir. Yəni, yarım düz xətt niyə yarım düz xətt deyirlər? Çünki bu tərəfdən sonsuz deyil. Yəni, bu tərəfdən bunu uzatmaq olmaz bu tərəfdən. Düzgün deyil. Bu tərəfdən sonsuz deyil. Amma bir tərəfdən məhduddur, bir tərəfdən məhdud deyil. Şua da ya iki böyük hərflə işarə olunur, AB şuası, ya da kiçik hərflə işarə olunur. Əgər düz xəttin üzərində n sayda nöqtə varsa, baxın, düz xəttin üzərində yazaq ki, yadımızda qalsın.
Tutaq ki, bizə bir düz xətt verilib. Düz xətt verilib. Bax, bu düz xətt deməkdir, uşaqlar, bu yazılır. Düz xəttin üzərində n sayda nöqtə varsa, n sayda nöqtə varsa, n sayda nöqtə varsa, onda 2 vurulsun n sayda da şua var. Məsəl üçün, bizə bir dənə düz xətt verilib. A düz xətdir. Üzərində tutaq ki, 4 dənə nöqtə var. Deyir ki, bu düz xəttin üzərində nə qədər şua var? 4 dənə nöqtə varsa, demək 2 vurulsun 4 bərabərdir 8. 8 dənə şua var. Başa düşdünüz? Düz xəttin üzərində nə qədər nöqtə varsa, onun 2 misli qədər şua var. Bu belə. Gəlin baxaq, növbəti şeyləri görək. Səsimizi yazırmı? Aha, yazır. Hər şey qaydasındadır. Gəlin baxaq, növbəti şeyləri görək. Növbəti şeylər nə var? Başqa nə var? Amma düz xəttin yox. Düz xəttin yox. Şuanın üzərində. Bax, diqqətlə həm qulaq asın, həm də qeyd edin qayda dəftəri üzrə. Şuanın üzərində n sayda nöqtə varsa, buradan yazıq. Demək, şuanın üzərində n sayda nöqtə varsa, nə qədər şua var? Elə həminki qədər də şua var. Yəni, n sayda nöqtə varsa, şuanın üzərində n sayda nöqtə varsa, n sayda da şua var. Düz xəttin üzərində n sayda nöqtə varsa, 2 n sayda şua var. Amma şuanın üzərində n sayda nöqtə varsa, n sayda da şua var. Bu belə. 1, 2, 3 qoyaq, növbəti yazaq. Kəsişən 2 düz xət. Kəsişən 2 düz xət. Kəsişən 2 düz xəttin üzərində n sayda şua varsa, n sayda nöqtə varsa, kəsişən bax 2 düz xət götürürəm. Üstündə n sayda nöqtə var. Onda nə qədər şua olur həmən 2 düz xəttin üzərində? 2n plus 1. n plus 1 mötəzili. Yəni, daha dəqiq desəm, 2n plus 2 sayda şua var. Məsəl üçün, burada kəsişən 2 düz xət görürük və üzərində 5 dənə nöqtə var. 1, 2, 3, 4, 5. 5 dənə nöqtə varsa, demək bu 2 düz xəttin üzərində yaranan nöqtələrdən 2 vurulsun 5 plus 1. Yəni, 12 dənə şua alınacaq. 12 şua. Ümid edirəm, başa düşdünüz. Yəni, başa düşülməyəcək heç nə yoxdur. Ümid edirəm ki, başa düşdünüz. Bəs parça nədir? Parça, uşaqlar, şua bir tərəfdən məhdud idi. Amma parça iki tərəfdən də məhduddur. Bəli, parça hər iki tərəfdən məhduddur. Şua kimi deyil. Düz xət ümumiyyətlə məhdud deyil. Düz xəttin məhdud olmadığını bilirik. Amma parça iki tərəfdən də məhduddur. Və parçanın öz uzunluğu var. Hər iki tərəf. Yəni, artırmaq olmur. Məsəl üçün, AB parçası. AB parçası uzunluğu olur. A parçanın uzunluğu, məsəl üçün, bərabərdir 10 cm. Biraz böyük olur, məsəl üçün 15 cm. Yəni, adi bildiyimiz şeylərdir bu parça.
düz xəttin iki nöqtəsi arasında qalan hissəsi parçalanır. Yəni düz xəttin üzərində iki dənə nöqtə götürürük. Bax, adi bir dənə düz xətt götürək. İki dənə nöqtə götürək. M, N nöqtəsi. Bu M ilə N nöqtəsinin arasında qalan hissə, bax bu hissə parçalanır və parçanın müəyyən bir uzunluğu var. Parça ya AB parçası kimi deyildi də BA parçası kimi. Fərqi yoxdur. AB ilə BA-ya bərabərdir, eyni şeydir. Ya birinci hərfdən başlayın, ya da ikinci hərfdən başlayın. Onun heç bir fərqi yoxdur. Bu belə. Əgər dördüncü şey qoyaq, əgər düz xəttin üzərində n sayda nöqtə varsa, düz xəttin üzərində n sayda nöqtə varsa, onda parçaların sayını tapmaq üçün aşağıdakı düsturdan istifadə edəcək. Parçaların sayı. N vurulsun, N çıx 1 bölünsün 2. Məsəl üçün, düz xət verilib bizə, tutaq ki, bir dənə düz xət verilib bizə. Üzərində A, B, C. 3 dənə nöqtə var. 3 dənə nöqtə varsa, 3 vurulsun, 3 çıxılsın, 1 bölünsün 2. Yəni, 6 bölünsün 2, 6 bölünsün 2. 3 2-yə vuranda 6, 6 bölünsün 2. 3 dənə parça olacaq. Düz xəttin üzərində verilmiş nöqtələrin sayı n-dirsə, parçaların da sayı n vurulsun, n çıx 1 bölünsün 2-dir. Ümid edirəm, bunu da başa düşdük. Bu belə. Uşaqlar, tutaq ki, bizə bir dənə AB parçası verilib. AB parçası verilib. Və üzərində bir dənə C nöqtəsi verilib ki, C nöqtəsi verilib. Deyir ki, AB 16 santimetrdir. 16 santimetr. C isə onun orta nöqtəsidir. Orta nöqtə bilirsiniz nədir uşaqlar? Orta nöqtə mərkəzdir, yəni mərkəzi. Yəni, C əgər onun ortasıdırsa, demək ki, orta nöqtəsidirsə, onda AB-ni 2 bərabər parçaya böləcək. AB-ni 2 bərabər parçaya böləcək. Ümumiyyətlə, əgər bir parçanın üzərində nöqtə varsa, onda bölündüyü parçaların cəminə bərabər olacaq ümumi parça. Yəni, AB burada nəyə bölünübsə, AC üstə BC-yə bərabər olacaq və yaxud da CB-yə eyni şeydir. Bərabər olacaq uzunluq olaraq, təbii ki, uzunluq olaraq. İndi uşaqlar, əgər C onun orta nöqtəsidirsə, onda avtomatik olaraq bilməlisiniz ki, AC bərabərdir BC-yə, o da bərabərdir 8-ə. Çünki orta nöqtə parçanı yarı bölür, 2 bərabər parçaya bölür. Tutaq ki, heç orta nöqtəsi deyil. Bir dənə bizə verilib AB parçası, yenə AB. Burada bir dənə K nöqtəsi var. Deyir ki, AB bərabərdir 17-dir, AK bərabərdir 3-dürsə, BK-nı tapın. Uşaqlar, baxın, bu AK 3-dür, AB 17. Biz bilirik ki, parça bölündüyü parçaların cəminə bərabərdir. Ümumilikdə bütöv parça bölündüyü parçaların, yəni AK üstə KB-nin cəminə bərabərdir. AK-nı bilirəm 3-dür. BK-nı bilmirəm, elə BK-nı soruşur. Mənə KB, BK eyni şeydir uşaqlar. Bərabərdir 17-yə. Buradan da BK bərabərdir 3 o tərəfə keçirdiyində 14 santimetr. Demək, bura 14 olmalıdır ki, bu bütövlükdə 17 olsun. Mənə elə gəlir ki, bunları çox uşaq bilir. Yəni, bunları deməyə ehtiyac yoxdur. Çox uşaq bunları bilir. İndi gəlin baxaq başqa məsələlərə. Görək, başqa nələr var. Bucaq var. Həndəsənin əsas anlayışlarında. Bucaq nədir?
Ortaq başlanğıcı olan, yəni bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Uşaqlar, bir dənə O nöqtəsi götürürəm. O nöqtəsindən bir dənə OA şüası çıxsın, bir dənə də OB şüası çıxsın. Bax, bu iki şüanın arasında qalan bucaq, arasında qalan fiqur bucaq adlanır və Yunan hərflərindən çox vaxt işarə olunur. Alfa, beta, gamma, bu kimi hərflərlə işarə olunur. Və yaxud da bucağı adlandırmaq üçün bucaq işarəsi var və bucağı adlandırmaq üçün hansı bucaq hansı nöqtədədirsə, ortada o hərfi qoyuruq. Yəni A, O, B. Bax, bucaq hansı nöqtədə? O nöqtəsində. O nöqtəsini gördünüz, ortaya qoydum. Bu alfa bucağı A, O, B bucağıdır. Çünki bucaq özü hansı nöqtədədirsə, hansı nöqtənin yanındadırsa, onda həmin hərf ortada qoyulmalıdır. Ya belə adlandıra bilərik, ya da sadəcə O bucağı deyə bilərik ki, eyni şeydir. Sadəcə olaraq belə 3 hərflə adlandırmaq daha professional adlanır. Daha professional, yəni düzgündür. Demək, təpə nöqtəsi, bucağın təpə nöqtəsi hansıdırsa, o ortada olmalıdır. Uşaqlar, indi gəlin bucaqlar barəsində danışaq. İndi görək, bucaqlar barəsində bir çox şeylər var. Bunu bildik biz. Bucaq da parça kimi bölündüyü bucaqların cəminə bərabərdir, uşaqlar. Neçə bucağa bölünübsə, onların cəminə bərabərdir. Və bucaqda da parça kimi orta nöqtə söhbəti, parçada orta nöqtə var, bucaqda tənbölən var. İndi gəlin baxaq, tutaq ki, bu AOB bucağından bir dənə də OK şüası çıxıb. OK şüası çıxıb. Bizə kitab verir ki, KOA bucağı bərabərdir 45 dərəcəyə. KOA bucağı. Sırası KOA bucağını tapırıq, işarəliyoruz. Və ümumilikdə AOB bucağı da bərabərdir 105 dərəcə olsun, tutaq ki. Uşaqlar, sırası bax, qara ruçkanı götürürəm. Qara qələmi götürürəm. Deyək ki, görək burada rəylər hardadır. Qara qələmi götürdüm mü? Buradan, bax, bura A, O, K. K, O, A və yaxud da A, O, K. Eyni şeydir, uşaqlar. Əsas olur ki, təpə bucaq ortada olmalıdır. K, O, A, O, K eyni bucaqdır. Yəni, bu bərabərdir bucaq A, O, K-ya. Axırıncı hərflərin yerini dəyişdikdə bucaq dəyişmir. A ilə K-nın yerini dəyişdikdə həmən bucaq olur. Sadəcə o ortadakı düzgün olmalıdır. Bura 45 dərəcədir. Düzdürmü? Ümumilikdə AOB neçədir? 105. Mən buradan KOB-ni tapa bilərəm də. Çünki bilirəm ki, bucaq bölündüyü bucaqların cəminə bərabərdir. AOB bucağı əgər 2 bucağa bölünübsə, onda bərabərdir. AOB bərabərdir. Bucaq AOK üstə KOB. O da bərabərdir 45 dərəcə. Üstə KOB-ni istəyir məndən burada. KOB yoxdur. KOB-ni bilmirəm. KOB-yə də bir dənə X istəyirəm. O da bərabərdir 105-ə. Buradan da X bərabərdir 45 dərəcəni o tərəf atanda çıxma kimi olur 60 dərəcə. Ümid edirəm ki, fikrim sizə başa düşdünüz nə demək istədiyimi. Və yaxud da tutaq ki, AOB-ni verməzdi, elə KOB-ni verərdi. Məsəl üçün, buranı verərdi bir 20 dərəcə. Buranı verərdi 20 dərəcə, AOB-ni soruşardı. Ümumilikdə AOB bunların cəminə bərabər olacaqdı. Onda 45 üstə 20, 65 dərəcə. Ümid edirəm ki, nə demək istədiyim sizə aydın oldu. Bucağın tənböləni var. Bucağın tənböləni nədir? Bucağı yarı bölür. Uşaqlar, AOB bucağıdır. Tutaq ki, AOB. Buradan B çəkək. Əgər AOB bucağına bir dənə OK şüası çəkilibsə, əgər bizə deyirsə ki, OK tənböləndir, AOB bucağının tənbölənidir, bu da parçada orta xətt rolu nəyi oynayırsa, bu da tənböləndə eyni şey oynayır. Tənbölən bucağı yarı bölür. Uşaqlar, AOB
50 dərəcə olarsa, onda bax bu balaca bucaqlar hər biri 25-25 olacaq. Çünki onu yarı bölür. Və yaxud da tutaq ki, buradakı bucağı bizə 20 versə, 20 dərəcə və desə ki, OK tənböləndir. OK tənböləndirsə, avtomatik olaraq əgər OK AOB-nin tənböləndirsə, demək OK AOB-ni yarı bölür. Bura 20-dirsə, burada 20 olmalıdır. Ümumilikdə AOB neçə dərəcə olacaq? 40 dərəcə. Ümid edirəm, bunları başa düşdünüz. Bu belə. Bucaqlar növlərinə görə cürbəcür olur. Açıq, düz xət həmişə açıq bucaqdır. Bax, düz xəttin üzərində olan 180 dərəcəyə bərabərdir, açıq bucaqdır. Düz xət. Əgər iki düz xət bir-birinə perpendikulyar olaraq kəsişibsə, perpendikulyar nə deməkdir? Yəni ki, 90 dərəcənin altında kəsişib. Onda onu belə göstərir ki, A, B-yə perpendikulyardır. Bax, o görürsünüz, həmən perpendikulyarlıq işarəsinin balacası. A, B-yə paraleldir, belə göstərilir. A, B-yə paraleldir. Bu amma perpendikulyar deməkdir. Bu aşağıdakı paralellik işarəsidir. Paralel. Bu amma perpendikulyar işarəsidir. Perpendikulyar. Uşaqlar, perpendikulyar, əgər A düz xətti B düz xəttinə perpendikulyardırsa, onda A düz xətti ilə B düz xətti arasında qalan bu bucaq 90 dərəcəyə bərabər olacaq. Bu bucağa 90 dərəcəyə bərabər olacaq. Hər iki, həm sağda qalan bucaq, həm solda qalan bucaq 90 dərəcəyə bərabər olacaq. Bax, bunu yadımızda saxlayaq. Açıq bucaq 180 dərəcədir. 180 dərəcəni açanda necə olur, onu bilək. 180 dərəcə necə açılır? 180 dərəcə, 179 dərəcə, 59 dəqiqə 60 saniyə deməkdir uşaqlar. Bax, bunu bir yerə yazın. 180 dərəcə, 179 dərəcə, 59 dəqiqə 60 saniyə bərabərdir. Çünki bəzən sizdən soruşacaqlar ki, 180 dərəcə ilə 53 dərəcə 40 dəqiqə 60 saniyənin fərqini tapın. Necə taparsınız? Təbii ki, 180-da birinci açmalısınız. 179 dərəcə 59 dəqiqə 180 budur. Bilirəm ki, budur. Bax, bunu yadınıza saxlayın. 180 dərəcə, 179 dərəcə 59 dəqiqə 60 saniyə bərabərdir. Bunun fərqinin nəticə çıxması 179, 53 dərəcədən dərəcəni, dəqiqədən dəqiqəni, saniyədən saniyəni. Saniyəmiz qalmadı, 0 oldu. Dəqiqəmiz qaldı 19 dəqiqə. Dərəcəmiz də qaldı 126. 126 dərəcə 19 dəqiqə. Bu belə. Baxaq başqa şeylərə. Başqa nələrə baxa bilərik? Görün, baxaq. Yəni, 1 dəqiqə uşaqlar, doğru desəm, 1 dəqiqə 60 saniyəyə bərabərdir uşaqlar. Biz bunu aslında bilirik. Dərəcədə də bunlar istifadə olunur. 1 dərəcə 60 1 dərəcə özlüyündə 60 dəqiqəyə bərabərdir. 60 dəqiqəyə bərabərdir. 180-da da açanda, elə bir 180-da açıram. 180-da açanda nə qədər olur? 180 dərəcə bərabərdir 179 üstə 1 dərəcə. Bu 1 dərəcəni də açanda istərsiniz 1 dərəcəm nə qədərdir? Demişəm, axı 1 dərəcəm 60 dəqiqədir. Onda olacaq 179 dərəcə 60 dəqiqə. İndi mən bura saniyəni də əlavə eləmək istəsəm, 179 dərəcə 60-dan 1 dəqiqəni götürərəm. 60-dan 1 dəqiqəni götürəcəm, olacaq 59 dəqiqə. 1 dəqiqəm də bilirəm ki, 60 saniyə bərabərdir. Bax, buradan gəlir bunlar. Ümid edirəm, başa düşdünüz. Bu belə. Bir də bucağın radiana çevrilməsi, radianın bucağa çevrilməsi söhbəti var. Məsələn, sizə versələr ki, pi bölünsün 5 radianını bucağa çevirin. Sırazı. Demək, radianı bucağa
Radianı bucağa çevirmək. Sıra 180 bölünsün pi'yə vurmaq lazımdır. Pi'dən ixtisar gedir. 180 bölünsün 5, 36 dərəcə. Demək, pi bölünsün 5 nədir? 36 dərəcə. Və yaxud da pi'nin yerinə sadəcə 180 qoyursunuz, 180-ı 5-ə bölürsünüz, o da bir 36 dərəcə. İkisi də eyni şeydir. Və sizə birdən desələr ki, 60 dərəcəni radiana çevirin, radiana. Demək, dərəcəni, radiana. Dərəcəni radiana çevirmək üçün dərəcəni pi bölünsün 180-də vurmaq lazımdır. Yəni tərsinə. Bu da eləyir pi böl 3. Demək, radianı bucağa çevirmək üçün 180 bölünsün pi'yə vurmaq lazımdır. Vurmaq. Dərəcəni radiana çevirmək üçün pi bölünsün 180-də vurmaq lazımdır. Vurmaq. Tamam. Bu qədər. Radian barəsində də bu qədər. İndi əgər uşaqlar bir müstəvidə hər hansı bir müstəvidə en sayda şüa varsa, mesela O nöqtəsidir, el, K, A, B, C. En sayda şüa varsa, onda bu şüaların yaratdığı bucaqların sayı bu düsturla hesablanır. Bu düstur elə parçaların sayının tapılması düsturuna eynidir. Demək, hər hansı eyni bir yarım müstəvidə verilmiş şüaların sayı n olarsa, həmən bu şüaların yaratdığı bucaqların sayı n vurulsun, n-1 bölünsün 2 ilə hesablanır. Məsəl üçün, burada neçə dənə şüa var? Bir OL şüası, OK şüası, OL, OK, OA, OB, OC. Neçə dənə şüa oldu? 1, 2, 3, 4, 5. 5 dənə şüadırsa, bu 5 dənə şüadan 10 dənə bucaq yaranacaq. Yəni, bunu düsturla tapıb hazır qoya bilərik. Bu belə. İndi gəlin baxaq növbəti məsələlərə. Bucaqların növləri var. Düz bucaq, iti bucaq, açıq bucaq. Əvvəlcə iti bucaqdan başlayırıq. Ümumiyyətlə, baxın, bu işarə və yaxud da belə AB. Bu bilirsiniz nə deməkdir? A ilə B düz xətti arasında qalan bucaq. Bu da AB düz xətti ilə BC düz xətti arasında bucaq. Yəni, bu işarə arada qalan bucaq deməkdir. Məsəl üçün, bax, A düz xətti budur, B düz xətti də budur. Yəni, bu bucağı belə göstərirlər ki, A ilə B-nin arasında qalan bucaq. Və yaxud da AB budur, tutaq ki, AB budur, BC də budur. AB ilə BC-nin arasında qalan bucağı da belə göstəririk. İndi, arada qalan bucağı göstərdik. İndi gəlin keçək, iti bucaq nədir? İti bucaq. Əgər bucaq 90 dərəcədən kiçikdirsə, ona deyilir iti bucaq. Yəni, 89 dərəcə özdə iti bucaqdır. İti bucağın həmişə loru dildə desəm, yəni görüntüdən məlum olur iti olmağı. Çünki beli həmişə bükük olur. Baxın, yəni tam açılmır. Baxın, bu düz bucaqda 90 dərəcə. Yəni bundan böyük olmur. Həmişə bax belə olur. Beli bükük olur. İti bucaq 90 dərəcədən kiçikdir. 90 dərəcədən kiçikdir iti bucaq. 89-a qədər bütün bucaqlar iti bucaqdır. 0-dan 89, 1-dən 89-a qədər bütün bucaqlar iti bucaqlardır. Düz bucaq isə, düz bucaq demək, iti bucaq. Düz bucaq. Əgər bucaq 90 dərəcəyə bərabərdirsə, ona deyirlər düz bucaq. Baxın, belə. 90 dərəcə. Belə göstərilir. Çox vaxt 90 dərəcənin bucağı kvadrat kimi göstərilir. Yəni, yanına kvadrat qoyulur. Ki, o 90 dərəcə olmağı bilinsin. Düz bucağın tərəfləri bir-birinə perpendikulyardır. Düz bucaq olması üçün A tərəfi B tərəfinə perpendikulyar olmalıdır. Və perpendikulyarlıq işarəsi də bu cür göstərilir. Bunu bilirik. Və
və. Çor bucaq. Çor bucaq nədir? Əgər bucaq 90 dərəcədən böyüdürsə, onda ona deyirlər çor bucaq. Çor bucağın beli heç vaxt bükük olmur. Çor bucaq. Baxın bu 90 dərəcə. Bundan biraz böyük olur. Yəni biraz bax belə olur. Yəni geniş olur. Açıq görürsüz? Yuxarıda olur. Tərəfin biri biraz açıq kimi olur. Tam açılmır, açıq bucağa çatmır. Amma biraz açıq kimi olur. Qayçını biraz açarsınız, tam yox. Biraz açarsınız, bax elə bir şey. Baxın bu açıq bucaq. Və var, təbii ki biz bildiyimiz kimi var. Açıq bucaq. Açıq bucaqda adi bildiyimiz düz xəttin üzərində qalan bucaqdır. 180 dərəcəyə bərabərdir. Bir də tam bucaq var. Tam bucaq bilirsiniz nədir uşaqlar? İki düz xətt kəsişir. Orada yaranan bütün bucaqların cəmi tam bucaqdır. Tam bucaq 360 dərəcəyə bərabərdir. Bax, burada dairə kimi yaranır. Bütün bucaqların cəmi 360 dərəcəyə bərabərdir və tam bucaqdır. Yəni, harada dairə, baxın, görürsünüz, bu yarım dairədir. Yarım dairə 180 dərəcədir. Amma harada bütöv dairə görürsünüz, birinci o tam bucaqdır. Tam bucaqda olduğuna görə 360 dərəcəyə bərabərdir. Məsəl üçün, tutaq ki, belə bir şəkil çəkilib sizə. Bura alfadır. Ümumilikdə, bax, burada bir betadırsa, alfa ilə beta görürsünüz, nə əmələ gətirir? Dairə əmələ gətirir, çevrə əmələ gətirir. Demək, 360 dərəcəyə bərabərdir. Bu da tam bucaq. İndi gəlin baxaq növbəti məsələlərə. Növbəti məsələlər nədir? Tam bucaq 360 dərəcəyə bərabər. Düz xəttin qarşılıqlı vəziyyətləri. Düz xətt ya kəsişir, ya kəsişmir, paraleldir. Kəsişmir, paraleldir, eyni şeydir. Yəni, paralel, əgər iki düz xətt paraleldirsə, demək kəsişmir. Kəsişirsə necə kəsişir? Məsələn, perpendikulyar kəsişə bilər. Perpendikulyar kəsişirsə, demək 90, arada qalan bucaq 90 dərəcədir. Və yaxud da belə kəsişə bilər. Paraleldirsə kəsişmir. Bax, bu paralellik deməkdir. Demək, A, B. Bu da A, B. Birinci şəkildə A, B-yə perpendikulyardır. İkinci şəkildə A ilə B kəsişib. Adi kəsişib, yəni. Üçüncü şəkildə A, B-yə paraleldir. İki düz xətt kəsişəndə orada müəyyən bucaqlar yaradır. Bir bucağı, iki bucağı, üç bucağı, dörd bucağı. Müəyyən bucaqlar yaradır. Uşaqlar, bir-birinin, bax, iki düz xətt kəsişdir. Orada bir qarşılıqlı bucaqlar yaranır, bir də qonşu bucaqlar yaranır. Qonşu nədir? Birinin yanında olan. Yəni, qonşusu. Yəni, burada qarşılıqlı nədir? Bir-birinin qarşısıdır olan. Qarşılıqlı bucaqlar bərabərdir. Qarşılıqlı bucaqlar bərabərdir. Bax, həndəsənin əsas qaydasındandır bu. Qarşılıqlı bucaqlar, harada qarşılıqlı bucaq gördünüz, onlar bərabərdir. Qarşılıqlı bucaqlar burada haradadır? Hansılardır? 1 ilə 4. Bir-birinin qarşısındadır. Bucaq 1, bucaq 4-ə bərabərdir. Çünki qarşısındadır. Bucaq 2, bucaq 3-ə bərabərdir. Çünki qarşısındadır. Bir-birinin qarşısındadır. Qarşısında olduğuna görə də bərabər olacaq. Amma bucaq 1 ilə bucaq 2 nədir? Görürsünüz, çəpər qonur. Onları birdən çəpər ayırır. Çəpər qonşudur. Qonşu bucaqlar isə, qarşılıqlı bucaqlar bərabərdir, qonşu bucaqlar bərabər deyil. Qonşu bucaqlar cəmi 180 dərəcədir. Harada qonşu bucaq gördünüz? 180 dərəcəyə bərabərdir. Məsələn, bucaq 1 ilə bucaq 2-nin cəmi 180 dərəcəyə bərabərdir. Bucaq 4 ilə bucaq 2-nin cəmi 180 dərəcəyə bərabərdir. Çünki onlar da qonşudur. Bucaq 4 ilə bucaq 3 də qonşudur. Çünki baxın, bu da qonşudur. Bucaq 1 ilə bucaq 3 də qonşudur. Yəni, bunların cəmi 180 dərəcəyə bərabərdir. İndi bunları misal üzərində işləyib daha dərindən başa düşəcəksiniz. Misal üzərində işləyib başa düşəcəksiniz inşallah. Demək, qonşu bucaqlar nədir? Bir düz xəttin üzərində qalan bucaqlara qonşu bucaqlar deyirlər, uşaqlar. Məsələn, belə bir düz xətt çəkim. Buradan bir dənə şüa çəkirəm. A, O, B
düz xəttidir. Bir də AB düz xəttinin üzərində bir dənə OK şurası var. Uşaqlar, AOB nədir? Düz, açıq bucaq. Açıq bucaq nədir? Neçə dərəcə olur? 180 dərəcə. Bunu bilirəm. Əgər bura 60-dırsa, bura avtomatik olaraq 120 olacaq. Çünki açıq bucağın üstündəki bucaqlar bir-birinə qonşu olmalıdır. Yəni cəmləri 180. Baxın, bu KOB bucağın qonşusu AOK-dır. Çünki biri o birisindən bir divar ayırır da, yəni bir dənə tərəf ayırır. Birinin o birisindən bir dənə tərəf ayırırsa, demək olar qonşudur. Qonşu bucaqları işlədikcə görəcəksiniz, daha da sizə aydın olacaq. Misalların üzərində işlədikcə görəcəksiniz. Buna daha da sizə aydın olacaq. Belə. İndi gəlin baxaq görək başqa. Məsələn üçün, əgər sizə misalda deyirlər ki, qonşu bucaqlar 4-5 nisbətindədirsə, kiçik qonşu bucaq da 4-5 nisbəti nə deməkdir? Yəni 4K-dır, biri də 5K-dır. Qonşu bucaqların cəmi nəyə bərabərdir? 180. Harda qonşu bucaq görürüz? Cəmi 180 dərəcəyə bərabərdir. 9K bərabərdir 180, K bərabərdir 20. K 20-dirsə, 4K olan 80-dır, 5K-da olan 100-dür. Sizdən kiçik sorsa kiçik, böyük sorsa böyük. Və yaxud da məsələ verib ki, qonşu bucaqların fərqi 70-ə bərabərdirsə, bu qonşu bucaqları tapın. Fərqi 70-dirsə, qonşu bucaqların cəmi bilirəm 180-dır. Tənliklər sistemi qururam, betalar gedir. Çünki toplayanda beta, tərəf-tərəfi toplayanda betalar islah olur. 2 alfa bərabərdir 250-yə. Alfa da bərabərdir 125-ə. Əgər alfa 125-dirsə, alfanın da qonşusu avtomatik olaraq 180 çıxırsa 125 olmalıdır. O da deyir 55. Demək, bucağın biri 125 dərəcədir, bir də 55 dərəcədir. Bu belə. Başqa nələr var? Məsəl üçün, başqa 2 ən düz xətt kəsişib. Əgər buranı mənə 30 veribsə, mən avtomatik bilməliyəm ki, buradakı bu 30-un qarşısındakı da 30-dur. Çünki qarşılıqlı bucaqlar bərabərdir, qarşısındakı bucaqlar. Və 30-un yanındakı biri sağ qonşusudur, bir də sol qonşusudur. Qonşu bucaqlar necədir? Cəmi 180 dərəcəyə bərabərdir. Bu 150 olmalıdır ki, 30 ilə cəmi 180 dərəcə olsun. Bu 150-dirsə, 150-nin qarşısındakı 150 olmalı. Çünki 150 ilə 150 qarşılıqlı bucaqlardır. Bu da belə. İndi bizdə nə qaldı? Bizdə bir dənə qaldı ki, çox şey qalıb əslində. Hazırlar bir dənə deyilməli olan iki paralel düz xəttin üçüncü kəsənlə yaratdığı bucaqlar. Yəni iki dənə paralel AB, iki dənə paralel düz xətt verilib bizə. A düz xətti və B düz xətti. Bir dənə də C var, C düz xətti var. O iki paralel düz xətti kəsib. İki paralel düz xətti kəsib. Və burada müəyyən bucaqlar yaranır uşaqlar. Müəyyən bucaqlar yaranır. Baxın, bu da C düz xəttidir. Burada baxın, bu bir bucağı, bu iki bucağı. Bilirəm ki, birdən iki qonşudur. Çünki düz xəttin üzərindədir. Sonra 3 bucağı, 4 bucağı. Uşaqlar, mən buradan bilirəm. Bu iki düz xətt kəsişib. Buradan bilirəm ki, 1 ilə 2 qonşudur. 1 ilə 3 qarşılıqlıdır, yəni bərabərdir. 2 ilə 4 qarşılıqlıdır. Daha dərin yazaq. Demək, 1 ilə 2 qonşu. Qonşular hansılardır burada? Qonşular. Qonşu və qarşılıqlı. Qonşular 1 ilə 2-dir. Bucaq 1 və bucaq 2. Sonra bucaq 3 və bucaq 4. Çünki qonşudurlar, yanbayan yanıdır. Qarşılıqlar hansıdır? Bucaq 2 və bucaq 4. Bucaq 4. Bucaq 1 və bucaq 3. Bunlar da qarşılıqlardır. İndi burada da bir dənə 5-ci bucaq var. Bir dənə də 6-cı bucaq var. Uşaqlar, demək, bu iki paralel düz xəttin arasında qalan bucaqlara deyirlər daxili. Demək, bu arada qalan bucaqlarda daxili bir tərəfli bucaqlar da var, daxili çarpaz bucaqlar da var. İndi gəlin görək, daxili bir tərəflilər hansılardır? Daxili bir tərəflilər düz xəttin bir tərəfində qalan bucaqlardır, adından da göründüyü kimi. Daxili bir tərəfli bucaqlar qonşu bucaqlar kimidir, yəni cəmi 180 dərəcəyə bərabərdir. Burada daxili bir tərəfli bucaqlar bilirsiniz hansılarda? İki düz xəttin arasında qalan, amma düz xəttin bir tərəfində qalan bucaqlar. Yəni, bucaq 3 və bucaq 5, bucaq 4 və bucaq 6.
Bax, bunlar daxili bir tərəfli bucaqlardır. Bir də orada var daxili çarpaz. Çarpaz nə deməkdir? Yəni kresdə, kres kimi, x kimi. Daxili çarpaz bucaq 3, bucaq 6. Daxili çarpazda qarşılıqlı bucağın indi. Daxili çarpaz bucaqlar bərabərdir. Qarşılıqlı bucaq nədirsə, daxili çarpazda odur. Eyni şeydir. Yəni bərabərdir, eyni səlahiyyəti daşıyırlar. Və bucaq 5 və bucaq 4 daxili çarpazdır. Çünki daxildə qalıb və çarpazdılar. Bu belə. Və bucaq 4. Bucaq 5 ilə bucaq 4. Görürsünüz, çarpazdır. Bucaq 6 çarpazdır. İndi burada var. Burada nə var? Sonra 6-nın altında burada bir dənə 7 var. Burada da bir dənə 8-ci bucaq var. Mən bilirəm ki, yenə 5 ilə 6 qonşudur, 7 ilə 8 qonşudur, 5 ilə 7 qonşudur, 6 ilə 8 qonşudur. Amma 5 ilə 8 qarşılıqlıdır. Qarşılıqlı olduğuna görə bərabərdirlər. Çünki qarşılıqlı bucaqlar bərabərdir, qonşu bucaqların cəmi 180 dərəcədir. Həndəsənin qızıl qaydasıdır. 7 ilə 6 qarşılıqlıdır, bərabərdir. Amma burada başqa bucaqlar da var. Onların da adlarını bilək ki, nədir? Birdə var, daxili olduğu kimi xarici bir tərəfli bucaqlar da var. Xarici bir tərəfli. Xarici bir tərəfli bucaqlar gəlin görək nədir? Düz xəttin xaricində qalan, amma düz xəttin bir tərəfində qalan bucaqlar. Bax, adından da göründüyü kimi xarici bir tərəfli bucaqlar. Xarici bir tərəfli, baxın, düz xəttin xaricində, çölündə. İki dənə paralel düz xət yoxdur, A ilə B. A ilə B-nin çölündə qalan bucaqlar. Məsələn, çölün 2 ilə 7. 2 ilə 7 bucaq 2 və bucaq 7. Xarici bir tərəfli bucaqlardır. Bax, düz xəttin bir tərəfində qalır. Bucaq 1 ilə bucaq 8. O da xarici bir tərəflidir. Görürsünüz, düz xəttin çölündə qalıb, amma düz xəttin bir tərəfində qalıb. Uşaqlar, bir tərəfli bucaqlar ümumiyyətlə qonşu bucaqlar kimi cəmi 180 dərəcəyə bərabərdir. Bir tərəfli bucaqların cəmi 180. Mən əgər 2 ilə 7 bir tərəflidirsə, onda bucaq 2 ilə bucaq 7-nin cəmi 180 dərəcəyə bərabər olmalıdır. Bəs xarici çarpazlar hansılardır? Xarici çarpaz 2, 8, 1, 7. Xarici çarpazdır. Demək, xarici çarpazlar hansılardır? 2, 8, 1, 7. Bunlar bucaq 2 ilə bucaq 8, 1 ilə bucaq 1 ilə bucaq 8-də, bucaq 1 ilə bucaq 7, demək, xarici çarpaz. Gəlin, onlar da yazaq ki, xaricidə qalan, amma çarpaz olan, x olan. Xarici çarpaz 2, 8, bucaq 2 və bucaq 8, bucaq 1 və bucaq 7. Bunlar xarici çarpazdır. Bir dənə də var, uyğun bucaqları var. Uyğun bucaq. Yəni, bunlara silək ki, uyğun bucaqları görək. Yoxsa görməyəcək. Gedək. Uyğun bucaqlar. Uşaqlar, uyğun bucaqlar bilirsiniz burada hansılardır? Buradan yazacaq. Bir dənə xaricdən, bir dənə daxildən götürəcəksiniz. 1 ilə, bucaq 1 ilə, bucaq 1 ilə. Bucaq 6 uyğun bucaqlardır. Bucaq 1 və bucaq 6. Baxın, biri çöldədir, biri içəridədir. Görürsünüz, iki xəttin arasındadır, daxildədir. Biri xaricədir, biri daxildədir. Bucaq 2 ilə və bucaq 5 uyğun bucaqdır. Bucaq 3 ilə biri daxildə, biri xaricdə və bucaq 7 uyğun bucaqdır. Bucaq 4 ilə bucaq 8 uyğun bucaq. Uyğun bucaqlar da bərabərdir. Qarşılıqlı bucaqlar kimi bərabər. Demək, uyğun bucaqlar bərabərdir. Daxili çarpaz, xarici çarpazlar bərabərdir. Daxili bir tərəfli, xarici bir tərəfli bucaqlar isə cəmi 180 dərəcəyə bərabərdir. Tutaq ki, bizə bir dənə şəkil verilib.
AB, AB düz xəttin bir dənə C kəsəni kəsir. Buranı verib bizə 110. Bura 110-dursa, başqa heç nə verməyib. Mənə deyir ki, yerdə qalan bucaqlar tap. Baxın uşaqlar, bura 110-dursa, 110-un qarşısındakı avtomatik olaraq bilirəm ki, 110 olmalıdır. 110-un çarpazı, daxili çarpazla 110 olmalı. Çünki daxili çarpazlar bərabərdir. Bu 110-un qarşısında 110 olmalı, çünki qarşılıqlı olmalıdır. Uşaqlar, 110-un qonşusu nəyə bərabər olmalıdır? Əgər qonşu bucaqların cəmi nə demiş? 70 dərəcəyə bərabər. Bu 70-dirsə, avtomatik olaraq burada 70 olmalıdır. Çünki qarşılıqlıdır. 70-in çarpazla 70 olmalı. Çünki çarpazlar da bərabərdir. Yenə 70-in qarşısında 70 olmalıdır. Görürsünüz uşaqlar, bir dənə 110-dan bütün bucaqları burada tapmaq olur. Yetər ki, cəhd göstərəsiz və dərsi düzgün başa düşəsiz. Bu belə. Bir də uyğun bucaqlar var. Uşaqlar, bir də eynadlı bucaqlar var. Eynadlı bucaqlar bilirsiniz nədir? Uyğun tərəflərə paralel və ya perpendikulyar olan bucaqlara eynadlı bucaqlar deyirlər. Uyğun tərəflərə paralel və ya perpendikulyar. Baxın, fikir verin. A, B, C, D. Baxın, uşaqlar, şəkildən göründüyü kimi A, B-yə paraleldir. C də D-yə paraleldir. Buna deyirlər eyni adlı bucaqlar. Demək, uyğun tərəflərə paralel və ya perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir alfa beta, ya bir-birinə bərabərdirlər, ya da cəmləri 180 dərəcədir. Bu, çəkdiyim şəkildə görünür ki, bir-birinə bərabərdirlər. Amma əgər mən şəkli belə çəksəydim, ona cəmləri 180 dərəcə olacaqdır. Düzgün çəkməyə çalışaq ki. Belə çəksəydim, onda burada alfa ilə betanın cəmi 180 dərəcə olacaqdır. Amma bayaq çəkdiyimdə bərabər deyilir. Bax, məsələn, belə çəkiləndə alfa betaya bərabərdir. Alfa betaya bərabərdir. Amma belə çəkiləndə isə cəmləri 180 dərəcədir. Və eyni zamanda da uyğun tərəfləri perpendikulyar olan bucaqlarda eynən bu cür gedir. Onu məsələ işlədikcə görəcək ki, uyğun tərəfləri perpendikulyar bucaqlar. Məsələlər işlədikcə daha dərindən görəcək. Sonra bəzi nüansları var, bəzi söhbətlər var. Məsəl üçün, 2 dənə paralel düz xətt verilib. Belə bir bucaq verilib, X bucağı. Uşaqlar, bu X bucağı burada qalan alfa bucağı ilə beta bucağının cəminə bərabərdir. Baxın, M-ə oxşayır. Buna deyirlər M tipli bucaq. M-ə oxşayır. Görürsünüz, M hərfinə oxşayır. Bəzən heç bu xətti verməyəcəklər. Bax, bu xətti verməyəcəklər. Çaşdırmaq üçün belə verəcəklər şəkli. Buradan X bucağı bərabərdir. Alfa plus beta. Bucaq alfa plus bucaq beta. Bax, onu yadınızda saxlayın. Sonra başqa nə eləyə bilərik? Başqa nələr var həndəsənin əsas anlayışlarında? Demək olar ki, hələ ki bu qədərdir. Başqa elə bir şey yoxdur həndəsənin əsas anlayışlarında. Qalanlar hamısı hesablama ilə, yəni olan şeylərdir hamısı. Məsəl üçün, sizə tutaşı şəkli belə verib. Düzgün çəkək ki. Tutaq ki, bizə belə bir şəkil verib. Buradan da belə bir bucağı verib. Buranı verib 110 dərəcə. Buranı verib 110 dərəcə. Buranı da verib 45 dərəcə. Bizdən buranı soruşur. Bettanı. Uşaqlar, belə olanda çalışın xətti uzadın. Düz xəttləri uzadın. Paralel düz xəttləri uzadın.
ki sizə daha rahat görünsün. Bax, burada uzatsam, M tipli bucaq görürəm. Bayaq dediyim kimi. M tipli bucaqda, baxın, bu alfanın, bu betanın cəmi 110-a bərabərdir. Baxın, əgər bura 45-dirsə, indi buranı mən 110 götürmüşəm, amma 110 olmamalıdır bura. Çox böyük olmalıdır. Əgər bura 45-dirsə, avtomatik olaraq bura olmalıdır 135. Çünki 45 ilə bu bucaqla bu bucaq qonşudur. Qonşu olduğuna görə cəmləri 180 dərəcədə. Yəni açıq düz xəttin üzərində qalan bucaqlar, uşaqlar bir-birinə qonşu olur. Burada olsun 175, 170. 135 buradır, 135 buradır. Üstünə nə gəlməliyəm ki 170 eləsin? Təbii ki, beta nəyə bərabər olacaq? 35-ə. Burada bərabər olacaq 35-ə. Yəni düz xətti uzatmaq lazımdır. Bucağı görmək üçün düz xətti uzatmaq vacibdir. Bu qədər uşaqlar. Həndəsən əsas anlayışları haqqında bu qədər. Ümid edirəm bəzi şeyləri başa düşdünüz. Nəyə başa düşməksiniz? Soruşarsınız. Yenə də buradayıq.